Amma çox görürük AM, PM. Düzdürmü? Yəni saatlarda çox görürük. Nə bilirik bunun haqqında? Dedim ki, bayaq. Biri gündüz, biri axşamdır. Hansının gündüz, hansının axşam olduğunu bilirik? PM desən axşamdır, AM səhər. O məsələ tam olaraq elə deyil. Deməli yazırıq. Gecə 12-dən, gecə 12 daxil olmaqla, gecə 12 daxil olmaqla, gecə 12-dən səhər 12-yə kimi AM olacaq. Məsələn, gecə 1, gecə 3, səhər 6, səhər 9, səhər 11, hamısı AM-dir. 11 AM, nə bilim 9 AM səhər 9-dur, 6 AM səhər 6-dır, okey? Deməli gecə 12 özü AM-dir, yaxşı? Məsəl üçün 12 AM dedikdə biz artıq başa düşürük ki, gecə 12-dir. Bir də Britishdə kitablarda falan belə bir şey görə bilərik. Midnight gecə 12-yə deyirlər. Midday gündüz 12-yə deyirlər. Midnight. Gecə 12. Səhər 12. İndi gəldik PM-ə. Gündüz 12-dən, gündüz 12 özü daxil olmaqla. Gecə 12-yə kimi, yəni saat 11-ə kimi, zaten 12 tamam AM-dir çünki gecə 12. Hamısı PM olacaq. Məsələn, 12 PM gündüz 12, 1 məsələn PM gündüz 1, 3 PM günorta 3, 6 PM axşam 6, 9 PM axşam 9. Məsələn, indi birazdan 9 PM falan olacaq. Aydındırmı? Məsəl üçün 9 PM gecə 11. Bura qədər aydındır? Bəli. Yəni bunu gecə gündüz gecə kimi yadımıza saxlamırıq daha çox. Çünki misal üçün belə dedikdə deyirlər ki, gündüz PM gecə AM və yaxud tərsi gündüz PM gecə AM və yaxud gündüz AM axşam PM dedikdə artıq gecə saat 9-u ya bəzən AM götürürlər, nə bilim, və yaxud bəzən səhər 9-u PM götürür, belə yox. Gecə 12-dən 12-yə kimini biz bilirik. Yaxşı? Aha. Okay. Bura qədər hər hansı sual var? Xeyr. Okay, qaydaq o zaman digər hissəmizə.